Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilərimiz. Növsan kənddə Buta Marketin yaxınlığında 3 sot yarımın içində belə bir şəxsi tikili qədimyanı bir evimiz var. Evimiz qazdır, sudur, işıqdır, hər bir şəraiti var. Köhnə qədimi evli, evin divarları 80 santıdır. 29-cu ildə tikilən evdir. 1929-cu ildə tikilən evdir. Evin əvvəllər belə deyiblər 4-5 daş kürsüsü olub. Sadəcə zamanla baxın da 100 ilin evidir. Yol qalxdığına görə həyəti az-az qaldırıblar, bu səviyyəyə gəlib çatıb. Belə deyib, evin hal-hazırda kürsüsü görünmür. Amma evin, belə deyim, fundamenti dərindir. 5 daş sonradan da elə bir ki, həyət qalxıb 1 metrə yaxın sonradan beton tökülüb həyət. Buradan qonaq otağına birbaşa giriş var. Sadəcə mətbəxdəndir hal-hazırda giriş. O qapını hələlik bağlayıblar. Burada artıq əşyalar yığmaq üçün yeri var. Burada belə bir geniş mətbəximiz yerləşir qapıdan daxil olanda. Keçək bir dənə sizi qədimyanı sanuz evindən tanış edeyim. Ayrı-ayrılıqdadır ikisi də, hamam tuvalet ayrı-ayrılıqdadır. Biraz təmiri zəifdir buranın, amma qalan otaqların hamısı təmiri normal səviyyədədir. Keçək sizə yol tərəfli hamısını göstərim. Evin divarlarının qalınlığına da buradan özünüz diqqət edirsiniz. Baxın, mən belə qolumu açıram. Hələ də qalır. 80 santıdır divarların qalınlığı. Havalandırması da normaldır. Bütün otaqlarda, arxa otaqlarda fortuska var. Burada belə bir yataq otağımız yerləşir. Ümumilikdə evimiz 3 otaqdır. Mətbəx, 3 otaq, bir də sanuzel. Burada belə bir geniş, böyük, tam təmirli zalımız yerləşir. Baxın, burada belə bir sonuncu yataq otağımız. Bunun da havalandırması buradadır, divarının qalınlığı da göz qabağında. Çox keyfiyyətli bir, necə deyərlər, Dədəbaba evlərindən biridir. Öz kəndimizdə yerləşir. Öz kəndimizin evidir, belə deyim. Evimizin qiyməti də çox münasibdir. Keyfiyyətinə söz ola bilməz evin. Yəqin ki, başa düşürsünüz, yəni söhbət nədən gedir. Evimizin qiyməti 67.000 manatdır. Buyurub bizimlə əlaqə saxlaya bilərsiniz inşallah.